Axşamınız xeyir dostlar. Bayaq bu İsa peyğəmbərdən danışdıq. Orada Qurandan ayə gətirmişdim ki, Qurandan ayə sadalamışdım ki, orada deyir ki, biz İsa'ya kitab verdik. Hərçənd məsələn xristian dünyası özü iddia edir ki, İsa'ya heç bir kitab gəlməyib. İncillər hamısı İsa'dan ən geci 70 il sonra yazılıblar. Bilirsiniz də, əsasən ən məşhur olan və qəbul olunmuş olan, kilsə tərəfindən qəbul olunmuş olan 4 İncil nüsxəsi var. Matvey, Lukas, Yəhya və Matta İncillərdir. Bunlar hamısı İsa'nın ölümündən təxminən 60-70 il sonra yazılmağa başlayıb. Hətta bir konspiroloji, yəni komplo nəzəriyyələrinə yol açan bir İncil nüsxəsi var. Barnaba İncilidir. Deyilənə görə bunu müsəlmanlar iddia edirlər. Deyirlər ki, bəs bu Vatikanda saxlanılır, bunu yaymırlar, kütləvi nəşrə buraxmırlar Barnaba İncilini. Hətta o özü İsa'nın yaşamasından və ölməsindən bir 50 il sonra ortaya çıxmış. Yəni istənilən halda birinci əsrə aiddir və bütün İncillər İsa'nın haqqında danışırlar. İsa belə doğuldu, İsa suda belə gəzdi, İsa ölüləri diriltdi. Dolayısıyla üçüncü şəxsin adındandır hamısı. Üçüncü şəxsin adındandırsa, yəni mənim haqqımda yazılan kitab mənə necə nazil oluna bilər? Təbii ki, heç necə mümkün deyil. Və eyni zamanda İsa barədə bir neçə kəlmə demək istəyirəm. İsa ümumiyyətlə bilirsiniz də, Məsih anlayışı bütün xalqların, bütün dinlərin, bütün mədəniyyətlərin təfəkküründə bir qurtarıcı, qurtuluşçu, Məsih təfəkkürü olub, Məsih obrazı olub ki, yəni bu gələcək bizi xilas eləyəcək, zalımların əlindən, məmurların əlindən, şahların, kralların əlindən bizi azad eləyəcək. Və bu Məsih anlayışı Yahudilərdə eyni olduğu kimi İsus anlayışı ilə uyğun gəlir. Bilirsiniz, Aşurbanipal, səhv eləmirəmsə, eradan əvvəl 8-ci əsrdə Yahudiləri qul eləyib Assuriyaya sürgün eləmişdi. Sonra qayıtdılar, Navoxodonosor Babilə sürgün elədi. Eradan əvvəl 6-cı əsrdə 2-ci Navoxodonosordan söhbət gedir və bunlar da orada olarkən həm Şumerlərin, həm Misirin, həm qədim İranın dini, ənənəvi inancları ilə tanış oldular. Əsasən nələrlə tanış oldular? Məsəl üçün, qədim Mesopotamiya sivilizasiyalarında mən bunları üçlüyə bölürəm. Şumer, Akkad, Babil. Ziguratlar var idi, yəni belə deyim də, Tanrıya həsr olunan, Tanrıya ibadət üçün ayrılmış bir şəhərlər var idi. O şəhərlərdə məbədlər var idi, zigurat deyirdilər buna. Və çox maraqlıdır ki, onlardan birində ilahi sekslə məşğul olan rahibələr var idi. İlahi sekslə məşğul olan. Yəni bunlar Tanrıya xidmət üçün gələn gedən zəvvarlarla, yolçularla, onlar hansı ki orada da pullarını bugünkü anlayışla isə nəzirlərini verirdilər. Onlardan sekslə məşğul olurdular və bu seks bir növ Tanrı Marduka ithaf olunurdu. Hərçənd o seksdən uşaq dünyaya gətirmək olmazdı. Niyə? Çünki orada uşaq dünyaya gələrdisə, necə ki bu cinsi əlaqə ibadət məqsədi ilə Tanrı Marduka ithaf olunub, Şumerlərdə bu Tanrı İnanna idi. Ona görə də buradan uşaq dünyaya gətirmək olmazdı, çünki bu uşaq olacaqdı Tanrının oğlu. Belə görsənir ki, Yahudilər orada qul olarkən, Məryəm Mariya, adı başqa da ola bilər, biz onu Maria adında bir kod qoyaq. Belə biri həmin o məbədlərdən birində, həmin o ibadət və xidmət yolunda olub, hamilə qalıb, amma qıymayıb uşağını doğmamağa yaxud öldürməyə, məbəddən qaçıb və şam ağacının, hansısa bir şam ağacının altında övladını dünyaya gətirib. Fikir verin. Məryəm əgər məbədin, zikkuratın işçisidirsə, xidmətçisidirsə, orada ilahi xidmət yolunda cinsi əlaqəyə giribsə, orada doğulan uşaq Tanrının oğlu sayılırsa, deməli, ya o öldürülməli idi, ya da kənarda doğulmuş. Kənarda doğulubsa olur Tanrının oğlu. Çox maraqlıdır, çox maraqlıdır. Hərçənd tək bunu ilə da götürmək olmaz. Məsəl üçün bilirsiniz də, qədim Şumerlərdə səhv eləmirəmsə
çoban tanrısı var idi, əkinçilik tanrısı var idi, çoban təsərrüfat tanrısı var idi, Domuzi. Domuzi özü də 25 dekabrda indiki təqvimlə müqayisə edib transpoz etdikdə həmin vaxta gəlir. 25 dekabrda küknar ağacının altında yenidən doğulmuşdu, dünyaya gəlmişdi. Amma İsa'nı tək Mesopotamiya ənənəsindən törəyən biri saymaq olmur. Niyə? Çünki orada baxanda görsən ki, bir çox ətraf dini inancların sanki simpoziumu ortaya çıxır. Məsəl üçün Avestada Mitra adında tanrı var. Onun 12 köməkçisi var. Mitra suda gəzirdi, ölüləri dirildirdi. Axırda da edam olur və xaça çəkilir. O da çox mühüm. Məsələn, Misirdə Osiris və Isis'in övladı var. Yeri gəlmişkən bu da qanundan kənar ortaya çıxan övladdır. Horos. Horos da suda gəzirdi, körlərin gözünü sağaldırdı, ölüləri dirildirdi və onun da 12 şagirdi var idi. Eyni zamanda hamımızın yaxşı tanıdığı, yəqin ki, indi bu aralar meditasiya, yoga zat dəbdədir. Krishna. Krishna özü də suda gəzirdi. Suda gəzirdi və dülgər idi. İsa kimi. O da dülgər idi. Krishna. Eyni zamanda onun da 12 şagirdi var idi. 12 həvarisi var, davamçısı var idi. Çox maraqlıdır. İsa'nın özündən əvvəl nə qədər oxşarları var, nə qədər prototipləri var. Böyük ehtimal bunlar hamısı Yahudilərin İsa obrazının ortaya çıxmasına öz töhfələrini veriblər. Onu da vurğulamaq lazımdır. Zevsin də Olimp dağında 12 tanrısı var idi Yunan mifologiyasında. Dostlar, bunları düşünün həmişə, eşitdiyiniz hər şeyə eşitdiyiniz kimi inanmayın. Yəni, belə görsənir ki, həmin bu bizim dediyimiz İsa obrazı həqiqətən həm Yahudilərin, həm Mesopotamiya ənənəsinin, həm qədim İran, qədim Misir, eyni zamanda Hindistandan da gələn fikirlərin, ideyaların bir təcəssümü formasında ortaya çıxmışdı. Maraqlıdır. Eyni zamanda onu da vurğulayım ki, İsa'nın yaşaması haqqında, mövcud olması haqqında, yəni belə bir şəxsiyyət haqqında nə Roma mənbələrində, nə Sasani mənbələrində, nə öz dövrünün ciddi tarixi, arxeoloji heç bir məlumat yoxdur. Yalnız qulaqdan qulağa mifologiya olaraq necə ki Zevsin 12 şagirdi, necə ki Mitra, necə ki Horos, necə ki Krishna, necə ki qədim Şumer tanrısı İnanna'nın əri olan çoban tanrısı Tumuzi haqqında bir real tarixi mənbə yoxdur, yalnız mifologiya var. Vəssalam, bu qədər dostlar. Sağ olun, çox sağ olun.